Salam uşaqlar, hər vaxtınız xeyir. Mən MHM Tədris Mərkəzinin Azərbaycan dili müəllimi Yaqut Səbxanova. Uşaqlar, mən bu gün sizlə qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər, yəni xitab və ara sözlər haqqında danışmaq istəyirəm. Bəs nədir xitab və ara sözlər? Bunları deyəndə biz qrammatik cəhətdən bağlılıq olmayan sözlər deyəndə nə üçün xitab və ara sözləri nəzərdə tuturuq? Bu məsələləri danışmaq istəyirəm, onlara aydınlıq gətirmək istəyirəm. Uşaqlar, belə bir qaydamız var bizim. Cümlədəki sözlər arasında həm məna, həm də qrammatik cəhətdən əlaqə olmalıdır. Deməli, bizim həm məna, həm də qrammatik cəhətdən əlaqəmiz qrammatik əlaqə. Aha. Bu iki əlaqəmiz bizim vacib bir məqamdır. Cümlə üzvləri arasında bu əlaqələr olmadan biz cümlədə sözləri cümlə üzvü kimi çıxış elətdirə bilmərik. Yəni, məna əlaqəsi və qrammatik əlaqə bizim cümlə qurmağımız üçün vacib bir məqamdır. Amma cümlədə elə sözlərimiz var ki, onlar cümlə üzvləri ilə məna baxımından əlaqəyə girsələr belə, qrammatik baxımından əlaqəyə girmirlər. Yəni, sintaktik əlaqədə olmurlar. Biz sizinlə sintaktik əlaqələri danışdıq. Dedik ki, cümlə üzvləri bir-birindən həm məna, həm də qrammatik əlaqə nəticəsində birləşirlər, müəyyən suala cavab verirlər və cümlə üzvləri kimi çıxış edirlər. Amma dedik ki, cümlə üzvlərinin içərisində, yəni belə deyək də, cümləmizdə elə sözlər ola bilər ki, onlar cümlə üzvlərindən məna əlaqəsinə girdikləri halda qrammatik əlaqəyə girməsinlər. Bunlara nə dedik? Bunlara məna və qrammatik cəhətdən bağlı olmayan sözlər, yəni xitab və ara sözlər deyə bilərik. Gəlin indi biz xitab haqqında danışaq. Xitab nədir? Xitab nəyə deyilir? Xitab biz anlayışlarını harda görə bilərik? Bu məqamlara aydınlıq gətirək. Uşaqlar, xitab cümlədə müraciət olunan şəxsi və yaxud da əşyanı bildirir. Müraciət olunan şəxsi, əşyanı bildirən sözlərimizə xitab deyirik biz. Məsələn, belə bir nümunə çəkək. Deyir ki, Azərbaycan odlar yurdu, sən həmişə bizim qəlbimizdəsən. Burada mənim ifadə elədiyim Azərbaycan. Odlar yurdu. Demək, bu birləşmələrə nə deyəcəyik? Biz xitab deyirik. Yəni, mən sanki Azərbaycana, odlar yurduna müraciət eləyə bildim. Və yaxud da canlılara da müraciət ola bilər. Məsələn, deyirəm, ay gün, dərslərini oxumusan? Və yaxud da deyirəm, əziz dostlar, sizləri salamlayıram. Bunların hər birində biz xitaba aid örnəkləri görürük. Xitablar da cümlə üzvləri kimidir. Onlar da quruluşuna görə sadə və mürəkkəb ola bilir. Demək, məsələn, mən ifadə elədim Azərbaycan. Burada nitq hissəsindən ifadə eləmişəm. Necə xitabdır bu? Quruluşuna görə sadə. Bir də var, söz birləşməsindən ifadə olunan xitab. Buna isə nə deyirəm? Buna mürəkkəb xitab deyirəm. Demək, nitq hissələrindən ifadə olunanda sadə, söz birləşmələrinin ifadə olunanda mürəkkəb olduğunu gördük. Yuxarıda da qeyd elədiyim kimi, həm canlılar, həm də cansızlara biz müraciət edə bilərik. Hətta siz ədəbiyyat dərsindən əlaqələndirin, ədəbiyyat dərsində təmsillər keçirsiniz, şəxsləndirmə keçirsiniz. Burada cansız əşyalara belə müraciət etmək mümkündür. Yəni, onlara biz necə deyəcəyik? Həm canlılara, həm cansızlara müraciət edə bilərik. Xitablar formasına görə, bax, bu vacib məqamdır, bunu yadımızda saxlamalıyıq. Xitablar, uşaqlar, formasına görə üçüncü şəxsdə, məzmununa görə ikinci şəxsə aid olur. İndi bu nə deməkdir? Deməli, formasına görə üçüncü şəxsdə, məzmuna görə ikinci şəxsə aid olur. Deyəcəksiniz, bu nə deməkdir? Məsələn, uşaqlar, mən belə bir nümunə çəkirəm sizə. Deyirəm ki, məsələn, əziz dostlar, sizi salamlayıram. Aha. Demək, burada bizim əziz dostlar ifadəmiz bizim mürəkkəb xitabımızdır. Bunun yazılış formasından nə görürük uşaqlar? Dostlar neçənci şəxsdədir? Yəni, şəxs olaraq bu formasına görə biz bunu üçüncü şəxs kimi düşünürük. Və yaxud da deyir, həyat, sən nə qəribəsən? Biz onu formasına görə üçüncü şəxsə aid edirik.
Yəni yazılış formasından söhbət gedir. Amma müraciət elədiyim, yəni mən ona müraciət edəndə sanki qarşımdakına müraciət edirəm. Deməli, sanki sən deyərək müraciət edirəm. Bu zaman o məzmununa görə neçənci şəxsdə olur? Məzmununa görə isə ikinci şəxsdə olacaq artıq. Məzmun forma dedikdə bu anlayış yadımıza düşür. Forma dedikdə yazılış, məzmun dedikdə sanki biz ona sən deyək, yəni səni nəzərdə tutaraq qarşımızda duran insana, əşyaya bu şəkildə müraciət edirik. Ona görə dedik ki, forma yazılışına görə 3, ancaq verdiyi anlama, məzmuna görə ikinci şəxsdə aid olur. Kitabları dedik uşaqlar, kitablar nə ilə ifadə olunur? Adlı hallı sözlər və birləşmələr. Adlı hallı sözlər, birləşmələr dedikdə bizim nə yadımıza gəlirdi? Bizim hansı hissə yadımıza gəlirdi? Əlbəttə ki, mübtada. Mübtada ilə bəs kitabın fərqi nədir? Bilirik ki, elə indi qeyd elədiyim kimi, kitablar formasına görə üçüncü, məzmununa görə ikinci şəxs bildirir. Amma mübtadada biz bu fikri görə bilmirik. Daha sonra mübtada cümlə üzvü olur, amma xitab cümlə üzvü olmur. Daha sonra mübtada kim, nə, hara suallarına cavab verir. Kitabda isə biz, yəni suala cavab verib cümlə üzvü vəzifəsində çıxış etməsini görə bilmədik. Daha sonra belə deyə bilərik ki, xitablar əvəzliklə, məstərlə ifadə oluna bilmir, amma mübtada ifadə oluna bilir. Deməli, xitabların ifadə olunmayan hissələri hansı idi? Əvəzliklər, bir də nə olacaq? Məstərlər. Bunlarla ifadə oluna bilmədi, amma mübtada isə bunlarla ifadə oluna bildi. Mübtada da əvəzliyə də rast gəlirik. Məsələn deyirəm, o gəldi, məstərə də rast gəlirəm. Oxumaq faydalıdır. Gördünüz ki, mübtadada ifadə elədiyim halda kitabda ifadə eləyə bilmədim. Daha sonra dediyim kimi cümlə üzvü məsələsi. Mübtada cümlə üzvüdür, amma kitaba cümlə üzvü demirik. Amma hər ikisinin oxşar cəhəti nə idi? Hər ikisinin adlı halda olması, eyni zamanda hər ikisinin adlı hallı sözlər birləşmələrlə ifadə olunması. Yəni bu onun oxşar bir xüsusiyyəti idi. Adlı hallı sözlərlə, birləşmələrlə ifadə olunmaq onun oxşar cəhəti idi. Fərqli cəhətləri də sadaladıq. Deməli, fərqli cəhətlərə dedik ki, əvəzliklə, məstərlə xitab ifadə oluna bilmir, amma mübtada ifadə oluna bilir. Daha sonra xitab müraciət bildirdiyi halda mübtada müraciət bildirmədi. Xitab dediyimiz kimi nə ilə ifadə olunur? Uşaqlar, xitab deyəndə nə anlayırıq? Müraciət olunan şəxs, əşya, yəni cümlə üzvü deyil. Amma mübtada dedikdə isə biz artıq müraciət bildirəni deyil də, biz yəni xəbərə aid olan hökmün, hərəkətin adının çəkildiyini görürük. Axı biz demişdik ki, mübtadada sadəcə biz adını çəkirik. Nəyinsə adını çəkirik, onun öz əksini tapdığı hissədə xəbər olur. Amma xitabda biz belə bir şeyin şahidi olmadıq. Deməli, mübtada cümlə üzvü olaraq digər cümlə üzvlərlə də əlaqələnir. Xitabda isə bu anlayışı görə bilmədik. Daha sonra uşaqlar, xitab haqqında fikrimizi yekunlaşdıraq, belə deyək. Bəs biz xitabdan danışanda qarşımıza belə bir sual gəlsə, desə ki, xitabın sintaktik funksiyası varmı? Nə cavab verə bilərik? Əlbəttə ki, var. Yəni buranı təmizləyək. Yəni, bütün bu sadaladıqlarıma rəğmən kitabın sintaktik funksiyası var uşaqlar. Yəni, sintaktik funksiyası nə deməkdir? Onun elə xitab olmasıdır. Sizə testlərdə nümunələr versələr ki, məsələn, deyir ki, Akif, dərslərini oxumusan, burada Akif sözü cümlə üzvüdürmü? Deyəcəksiniz, xeyr. Akif nədir? Akif xitabdır burada. Amma Akif xitab olmasına baxmayaraq, onun sintaktik funksiyası elə onun xitab olmağıdır. Bu məqamı həmişə yadımızda saxlayaq. Bu hissəni də aydınlaşdırdığıma görə daha bir məqama toxunmaq istəyirəm. İfadə vasitələri nə ola bilməz? Bayaqları mübtada ilə onun fərqli cəhətlərini qeyd edəndə qeyd etdim ki, əvəzliklər, məstərlər xitab vəzifəsində çıxış edə bilmir. Eyni zamanda uşaqlar, təsriflənən feillər, daha sonra feili bağlama. Bunlar da xitabın ifadə vasitəsi ola bilməyəcək. Yəni, bunlar xitabda görə bilmərik bu halları. Bu hissədə mən elə gəlir aydındır. Buradan da bir çətinliyimiz qalmadı. Quruluşuna görə də qeyd etdiyimiz kimi sadə və mürəkkəb ola bilər. İndi mən sizə bir məqamı qeyd etmək istəyirəm. Xitabda durğu işarələri. Yəni, xitablarla işlənən durğu işarələrinə baxaq. Onlar hansıları idi? Uşaqlar,
Məsələn, nümunə yazıram. Aha. Kitablar dediyimiz kimi cümlənin önündə, ortasında və sonunda gələ bilər. Yəni yeri sərbəstdir. Elə bir şeydə biz sərbəstliyi görürük. Hər bir hissədə kitabın işləndiyini görə bilərik. Cümlənin əvvəlində işlənirsə, özündən sonra vergül, ortada işlənirsə, hər iki tərəfdən, sonda işlənirsə, özündən əvvəl vergül işarələri qoyulur. Bu öz qaydasında vergüllərlə işlənməyini görürük. Bir də uşaqlar, kitab bəzən nida ilə də işlənə bilər. Yəni cümlənin önündə gəldikdə. O zaman mənim hansı dəyişikliyim olar? Bayaq mən vergül qoymuşdum və özündən sonra gələn sözü kiçik hərflə yazmışdım. Problem deyildi onda. Amma mən artıq buradakı vergülü dəyişsəm, bura bir nida işarəsi qoysam, mütləq şəkildə özündən sonra gələn söz ümumi olsun, xüsusi olsun, ondan asılı olmayaraqdan artıq böyük hərflə ifadə olunmalıdır. Çünki nidadan sonra gələn hərfimiz böyük olmalıdır. Bu qaydada yadımızda qalmalıdır. Bunu da yadımızda saxlayaq. Daha sonra kitabları biz nidada mən sizə qeyd etmişdim. Kitablar eyni zamanda çağırış nidalarından da işlənə bilir. Uşaqlar, bizim bir çağırış nidamız var idi ki, ey nidası. Ey. Məsələn, burada nəsə müraciət bildirən cümləmi yazmışam. Düşünün ki, demək ey nidası işlənəndə özündən sonra tək şəkildə də vergül işarəsini tələb edə bilirdi. Yəni elə bir kitab idi ki, o həm özündən sonra vergül qoya bilərdi. Məsələn, həm də aha, kitabdan sonra da kitabın vergülü olacaq. Yəni belə bir hal ola bilərdi. Eyni zamanda heç burada qoymayım, elə burada qoyum. Ey insanlar. Yəni ey nidasını mən tək şəkildə də işlədə bilərəm, özündən sonra gələn kitabla birləşmiş halda da işlədə bilərəm. Demək, bu məqamda yadımızda qalmalıdır. Daha sonra bir məqamı da sizə qeyd edim uşaqlar, bir məqamda yadımızda qalsın. O bəs hansıdır? Məsələn, bizə belə bir cümlə qurub və içərisində yazıb ki, ey, yoldan ötən yazıram. Ey, məni eşidirsən? Aha, bu cümləni gördük. Uşaqlar, burada eydən sonra vergül işarəsi qoyulub və sizi testlərdə çaşdıra bilərlər. Deyə bilərlər ki, bu ey sizdə artıq xitabdır. Xeyr, bu nidadır. Biz kitabı burada görə bilmədik. Kitab adlı hallı olan sözlər və birləşmələrlə ifadə olunmalıdır. Burada isə sadəcə nida ifadə olunub. Yəni bu qaydada yadımızda qalsın. Daha sonra bayaqları qeyd elədiyim kimi kitabların sintaktik vəzifəsi elə xitab olmasıdır. Bəs bizə belə bir sual gəlsə, bizə deyilsə ki, kitabların öz arasında sintaktik əlaqə ola bilərmi? Əlbəttə ola bilər. Məsələn, nümunə var. Mənim romantikam sən də qanatlan. Aha, belə bir nümunəni görürük. Mənim romantikam, sən də qanatlan. Burada mən müraciət elədiyim mənim romantikam. Gördünüz, yəli hal eyni zamanda mənsubiyyət. Deməli, yəli halla da mənsubiyyətin arasında biz hansı əlaqədən danışırdıq sizlə? Uzlaşma əlaqəsi. Demək, öz arasında əlaqələr ola bilər. Amma cümlə üzvlərindən heç bir qrammatik əlaqədən danışa bilmərəm. Cümlə üzvlərindən yalnız hansı əlaqəmiz olacaq? Məna əlaqəmiz olacaq. Qrammatik əlaqəmiz ola bilməz. Bu yadımızda qaldı. İndi keçirəm sizlə ara sözlər haqqında məlumat verməyə. Ara sözlər nədir? Uşaqlar, biz sizlə modal sözləri keçmişdik. Yadınıza gəlirsə. Ara sözlər modal sözlərə, yəni belə deyək də, modal sözlərdir. Sadəcə olaraq biz morfologiyada onları modal söz kimi adlandırmışıq. Artıq sintaksisdə biz onlardan bəhs edəndə ara sözlər ifadəsini işlədirik. Yəni ara sözlər nədir? Danışanın ifadə etdiyi fikrə münasibət bildirən sözlərdir. Modal sözlərdən fərqli olaraq ara sözlər həm söz, nümunə deyirəm. Məsələn, yəqin, bəlkə və s. həm söz birləşməsi, o hansılardır? Məsələn, mən bilən, sözün düzü, həm də cümlə şəklində ola bilər. Cümlə.
Məsələn, deyirəm düzdür, düzdür və yaxud da necə deyərlər. Uşaqlar, yadınızda saxlayın ki, onlar, belə deyim sizə, yəni cümlə formasında olan ara sözlər zahirən, görünüşünə görə xəbər formasındadır. Amma onlarda cümləyə xas olan, yəni bitmə intonasiyasını görə bilmirsiniz. Siz buna tək şəkildə cümlə deyə bilməzsiniz. Bunda cümləyə xas olan bitmə intonasiyasını görə bilmirik. Deməli, sadəcə zahirən, görkəminə görə cümləyə bənzəyir. Bunlar dediyimiz kimi fikrə münasibət bildirirlər. Özündən son cümlə əvvəlində gələndə özündən sonra vergül, ortada gəldikdə hər iki tərəfdən vergül, sonda gəldikdə isə özündən əvvəl vergül işarəsi qoyulur. Eyni xitabda dediyimiz kimi. Amma xitabda mən nidanı qeyd eləmişdim. Ara sözlərdə isə nida məsələsi yoxdur. Yəni nida qoyulmasına rast gələ bilməzsiniz. Dediyimiz kimi söz, cümlə və söz birləşməsi şəklində ola bilir. Uşaqlar, necə ki modal sözlərin məna növləri var idi. Burada da məna növlərini görürük. Məsələn, təsdiq bildirənləri göstərə bilərəm. Əlbəttə, sözsüz, şübhəsiz, şəksiz, həqiqətən, düzdür, doğrusu, düzü, sonra güman şübhə bildirənlər, bəlkə, deyəsən, güman ki, ehtimal ki, olsun ki, gərək ki və s. Fikri mənbəyini bildirənlər, məncə, sizcə, fikrimizcə, deyilənə görə, eşitdiyimə görə, atalar demişkən və s. Nəticə bildirənlər, nəhayət, beləliklə, demək, deməli, xülasə, qısası, əvvəlinci, bir sözlə, müxtəsər, ümumiyyətlə və s. Daha sonra təəssüf bildirənlərimiz var. Heyf, heyf ki, əfsus. Yəni bu onların məna növləridir. Hər birini əzbərləmək lazımdır. Yəni hər biri haqqında məlumatımız olmalıdır. Daha sonra uşaqlar, biz dedik ki, kitabda o öz aralarında məna əlaqəsi olur. Burada da olacaq. Yəni ara sözlərdə də deyə bilərsiniz o sözü. Mənim fikrimcə, məsələn, mənim fikrimcə o gələcək. Aha, nümunə verdim sizə. Burada mənim fikrimcə bizim cümlə ilə məna əlaqəsi olan, amma qrammatik cəhətdən bir bağlılığı olmayan sözümüzdür. Yəni nəyimizdir? Məna bağlılığı olan sözlərə nə deyirdik? Bu olacaq ara söz. Aha, ara sözümüz. Ara sözdə gördünüz, yenə də birləşmə şəklindədir. Demək buna da nə deyirik? Aralarında uzlaşma əlaqəsi özünü göstərir. Amma cümlə özündən arasında heç bir qrammatik əlaqədən söhbət gedə bilməz. Uşaqlar ara sözlərdə xitabdakı kimi quruluşuna görə iki yerə bölünür. Nitq hissəsindən ifadə olunanda, yəni modallarla ifadə olunanda biz ona sadə, amma birləşmələrlə ifadə olunduqda isə biz ona mürəkkəb ara söz deyirik. Bunun da sintaktik vəzifəsi var. Uşaqlar, sintaktik vəzifəsi nədir? Sintaktik vəzifəsi elə ara söz olmaqdır. Ara söz olmaqdır. Yəni xitabın sintaktik vəzifəsi xitab olmaq idisə, ara sözün də sintaktik vəzifəsi ara söz olmaqdır. Bir də bir məqamı sizlə deyim. O cümlə özlərindən dediyimiz kimi yalnız məna əlaqəsinə girir. Bir də bir məqamı da xatırladım ki, uşaqlar, bu məqam da yadınızda qalmalıdır. Bundan sonra artıq fikrimizi yekunlaşdıraq. Deməli, bütün modal sözlər, bütün modallar, bütün modal ara sözdür. Ara söz ola bilir. Amma bütün ara sözlər modal deyil. Bax, bu qayda da yadımızda qalsın. Bu deməkdir ki, ara sözün əhatə dairəsi daha genişdir. Yəni, ara söz modal sözdən daha böyük əhatə dairəsinə sahibdir ki, modal sözlərin hər biri onun içərisində olduğu halda bütün ara sözləri modal ola bilmir. Məsələn, siz deyirsiniz ki, müəllim, düzdür də bu fikri daha da qüvvətləndirək. Məsələn, deyirəm, ara söz necə deyərlər, axı biz necə deyərlər deyə bir modal keçmədik. Demək, bu fikrimizi də bu faktla əsaslandıra bilirik. Ara sözündə, xitabın da sintaktik vəzifəsi var. Onların xitab ara söz olmağı elə onların sintaktik vəzifəsidir. Yekunlaşdıraraq bir daha qeyd edirəm ki, xitab adlı xallı sözlər, birləşmələrlə ifadə olunur. Mübtəda ilə olan əsas fərqi, mübtədalar dediyimiz kimi cümlə üzvü olur. Cümlə üzvlərindən sintaktik, qrammatik əlaqəyə girə bilirlər, amma xitablar isə sadəcə müraciət bildirə bilirlər.
Heç bir cümlə üzvündən söhbət gedə bilməz. Heç bir qrammatik bağlılıqdan söhbət gedə bilməz. Daha sonra əvəzliklə, məstərlə mübtədalarımız ifadə olunduğu halda xitabda biz bunu görmürük. Yəni xitablarda əvəzliklər və yaxud da belə deyək, əvəzliyi və yaxud da məstəri biz onun ifadə vasitəsi kimi çıxış etdiyinin şahidi ola bilmərik. Demək, bu fikirlərin hər birini yadımızda saxlamaq lazımdır. Sağ olun uşaqlar.